Bəzən irsi amillərdən, bir çox halda isə diqqətsizlikdən dişlər çürüyür və sonda itirilməyə gətirib çıxarır. Bir neçə dişin sıradan çıxması isə ağız boşluğunda ciddi dəyişikliklərə səbəb olur. Bu həm nitqə, həm qidalanmağa, həm də görünüşə öz mənfi təsirini göstərir. Belə şəxslər çıxış yolunu çox vaxt protezlərdə görürlər. Bugünkü ən çox dəbdə olan zirkonlardır və vinirlərdir ki, bunlar təbii ki, dişi olan insanlar üçün, yəni ağız boşluğunda dişlər olmalıdır bunları tətbiq eləmək üçün. Əsas təyinat konstruksiya seçimi həkimdən asılıdır. Yəni düzgün seçim, nə qədər düzgün seçim olarsa konstruksiyada o qədər keyfiyyətli bir iş ortaya çıxar. Protez dişlər ilk növbədə itirilmiş çeynəmə funksiyasını bərpa etmək üçündür. Ümumiyyətlə, protezlər çıxan və sabit olaraq iki yerə ayrılır. Daha çox yaşlı nəslin üstünlük verdiyi çıxan protezlərə tələbat demək olar ki, azalıb. Çünki onları implantlar əvəz edir. Çıxmayan konstruksiyalar bildiyimiz kimi kron və vinir olaraq bölünür. Onların da müxtəlif növləri var. Əgər pasiyentin dişləri sağlamdırsa, ölçüləri balacadırsa, bunların üzərinə vinir etmək olur. Əgər dişlərin hər şeyi qaydasında, sadəcə rəngi xoşa gəlmirsə, yenə də minimal preplə, minimal yonumla bu vəziyyətdə vinirlər hazırlamaq olur. Protezlər yaşa uyğun düzəlir. Ona görə ki, artıq dişlərimiz uzun illər keçdikcə həm fizioloji, həm də patoloji təzyiqlərə məruz qalır və dişlərdə hər hansısa bir deformasiyalar olur. Əgər biz hər hansısa bir hissəni dəyişiriksə, biz çalışırıq ki, həmin hissə digər tərəfə uyğun olsun. Protez taxıldıqdan sonra əsas məsələ dişləri və ağız boşluğunu təmiz saxlamaqdır. Qiymətə gəlincə isə bu seçimdən asılı olaraq 100 manatdan başlayır. Salatin Pirmuradova, Zaur Haşimov, Telesər.